Ay maşallah olsun, bu ne güzellik. Özümü tuttun da axırda. Axır sənin arzuların için oldu da. Amin. Geldi o ağatlı insan. Gel Allah sen. Bu maşını da satırsan da. Ha, Gel. Dostlar, bu dəfə sizlərə tam fərqli nə tapmışıq. Bu maşın satılır öz yerində, özdəki şok bir qiymətə. Maşından əlavə nə verilir Sahlə? Turan, möhtəşəm bir ev. 3 mərtəbə obyekt, ev demə. Şəhərə gedən marşrut xəttləri buradan keçir. Qabağında restoran var. Buzovnanın bir ərazisindədir. Yəni şəhərə gedən marşrutlar buradan keçir. 6 böyük bir marketdir. 3 mərtəbəli obyektimiz verilir nəyə? Arendaya. Özdə nə edirik? Promoy sahibinin nömrəsindən deyirik. Dostlar, daxil olanda sanitar qovşağı, bütün kommunalları var. Burası çox genişdir. Bura hamısı düzələcək. Sabahdan yağışa görə qalıb betonlanır. 5-6 maşın məhəlləsini gördünüz, çox genişdir. Bura setqalanacaq, yəni ayrılır da, belə deyək. Bəli. Bu gördüyünüz 3 mərtəbəli obyektimiz verilir arenda. İstəsəz, bütün meyvə ağacları da mövcuddur. İstəsəz meyvə ağaclarından da bağça kimi, kurs kimi, bağça nə kimi. bilim, yaylıq, kirayə kimi də belə, yəni bütün şəhərə gedən marşrutlar buradan keçir. Bir də nəyə qeyd edeyim ki, bağça yoxdur bu ərazidə. Ən çox yaşayış olan bir ərazi. Bağça da nədir Sahlə? Həqiqətən yoxdur, həqiqətən. Kim gəlib götürsə var ha, udacaq, həqiqətən. Sanitar qovşağı tam olaraq ayrılıb, bu belə. Ümumiyyətlə, bir daha təkrar nə edək ki, bu ərazidə bağça, bir də qocalar evi dedin də, yoxsa nə deyirdin, vermək olar arenda? Nəsə də Tədris mərkəzinə vermək olar. Yəni, nə cür istəsəz o cürdə fəaliyyət göstərə bilər. Həyətdə də sanitar qovşağı var. Evdə də bu geniş belə mətbəxtidir. 3 mərtəbədən ibarətdir. Demək, qalxaq hara. Yerində də marketdir. Girirsən, alış-veriş edib gəlirsən. Şəhərə gedən, bir daha təkrar eləyim, marşrut xəttləri hamısı tam olaraq evin qarşısından keçir. İkinci mərtəbəsi. Qalxaq ikinci mərtəbəsinə. Belə gözəl. Buradan da bir qəşəng manzara. Burada 3-cü mərtəbə çıxırsan, bütün şəhər ayağının altındadır. Bax, gördüyünüz restorandır. Ərazidə hamısı evlərdir. Yəni, bağça üçün ən ideal bir yerdir. Tədris mərkəzi üçün Sahlə ümumiyyətlə əlverişli yerdir. Bəli. Bax, belə burada da otaq var. Bölüm. Hamısı kombilərinin var. İstilik sistemi hamısı yerindədir. Bax, belə. Burada da belə. İşıqları biraz zəifdir, onu da gücləndirərlər. Burada da belə bir geniş yeri var. Sakit bir məhəllədir. Demək, İstəsəz ikinci mərtəbədə mətbəx də mövcuddur. İstəsəz ikinci mətbəx də eləyə bilər və yaxud da adam olar ki, deyər, yaşamaq üçün də istəyir kirayə. 2 dənə ailə də yaşaya bilər. Aşağıda da yataq otağı var, yuxarıda yataq otaqları var. Bu yuxarıda 3 dənə, 4 dənə. Hələ ən gözəl mənzərə yuxarıdadır. Yataq otağı da var. Ev sahibi nə deyir? Deyir, icarə istəyən olsa yaydı da. Baseyn də deyir, təşkil eləyərəm. O hazır qurma baseynlər ki var. Qalxırıq 3-cü mərtəbəyə mansara. Deyir, onun kimi baseyn də təşkil eləmək olar. Məşhur bir insanın evi olub ha. Dostlar, bax demək, bu da bunun nə idi Sahlə? Mansarı. Bura məncə bağça kimi ən gözəl əlverişli olar. Dostlar, bağça üçün ölür. Həqiqətən əraziyi göstərsəm, bəlkə də 3000, 4000 dənə ev var, amma bir dənə bağça yoxdur. Tədris mərkəzi üçün bu ərazi ölür. Şəhərə gedən marşrutda düz evin qabağından keçir. Buzovna Maştağa yoludur. Bax, ətrafını çəkim ki, ətrafa baxın. Hamısı o baş, bu baş, arxa tərəfi. Hamısı nədəndir? Evlərdən ibarətdir. Bu mansard ardası 170 kvadratdır, ev çox böyükdür. İstəsəz icarəyə də götürüb kirayə kimi də yaşaya bilərsiniz. Bu ərazini də çəkim ki, hamısı ərazi evlərdən ibarətdir. Turan, nə qədərdir? 550 kvadratdır Turan. Kim istəsə, ev sahibinin nömrəsini deyirik. Maşallah. Deməli, 070 330 0007.
Hə, kimə maraqlı 330 0007 070. 070. Yenə çətinlik çəksəz bizə yazın, biz Qiymətdə də nömrəsini verərik. razılaşmaq olacaq. Super İnşallah qiymətə zəng verəcək. eləyin, əlaqə Promo saxlayın. özünlə danışın. Bəli, bəli. Hər şeyə də nədir? Yararlıdır. Bəli.